Sualda deyir maddələr verib X, Y aqreqat halları. X'imiz maye, Y'imiz bərkdir deyir. Suda həll olma qabiliyyəti X-da var deyir, Y-da yoxdur deyir. X və Y maddələrinin su ilə əmələ gətirdiyi qarşılıqlar üçün hansı ifadə doğrudur? Maye suda həll olursa homogen, bərk suda həll olmursa heterogen olacaq. Yəni suda həll olanlar homogen, olmayanlar heterogen. X su qarışığı distillə su ilə tərkib hissələrinə ayrılır. Bəli, bu düzdür. Çünki homogen maye distillədir. Bir-birində həll olan mayələrin qaynama temperaturunun fərqliliyindən əsaslanır. 2-də Y su qarışığı homogendir, səhvdir. Çünki suda həll olmursa heterogendir. Y su qarışığı süzmək üsulu ilə tərkib hissələrindən ayrılır. Bəli, bu düzdür. Çünki bərk maddələr, məsələn, qum su, suda süzməklə ayıra bilərsən. Suda həll olmayan bərk maddələri sudan süzmə üsulu ilə ayrılır. X su heterogen deyil dedik, homogendir. Cavab 1-3 olacaq bizdə variantımız. Yəni ki, D variantı.